Nuhun Yafəs oğlunun 6-cı övladı Məşəq tarixlərdə Masak adı ilə gedir. Niyə? Çünki tarixlərimiz çox Yunandan gəlir. Yunanda ş hərfi yoxdur. Əyin yerinə a yazarlar, şın yerinə s. Buna görə də Məşəki Masak yazırlar. Qoy olsun, Masak olsun, Yafəsin övladıdır. İlk dəfə tarixlərdə var. Hətta dini kitablarda, Tövratda, İncildə yaradılış bəhsi var. Orada da göstərir ki, demək bu Masak, demək Məşəq necə gəldi? Peyğəmbər öz övladlarını göndərdi müəyyən nöqtələrə, gedin sizdən millətlər əmələ gəlsin. Həmin Məşəq də bura gəldi. Masaketlər, yəni biz Azərbaycanlılar da ilk Abşerondan yaranıblar bunlar, törəniblər. Xəzərin indiki şərqi, Özbekistan, Türkmənistan ərazisi, sonra Əfqanistan ərazisi, sonra Azərbaycan, Şimali, Cənubi Azərbaycan, Anadolu ərazisi Türkiyənin, İranın Xorasan ərazisi, İraqın bir hissəsi, Hindistanın Kəşmir əyaləti Azərbaycanlıların qədim məskənidir. Biz yeganə millətik ki, heç vaxt torpaq işğal etməmişik. Yəni bu masaketlər Azərbaycan xalqı çoxalıb gediblər o torpaqlarda yaşayıblar, işğal etmiblər. Və yeganə millətik biz ki, bizim qədər tarixdə dövlət quran olmayıb. Həmin bu dedi ki, Məşəq gəlib burada məskən salıb, ondan yaranıb Azərbaycan əhalisi. Məşəkin 2 oğlu, biri olub Xəzər, biri olub Azər. Xəzərdən Xəzərlər, onların da böyük dövləti olub, Volqa boyunda bilirsiniz. Volqa boyunda Don çayına qədər böyük dövlətləri olub. Biri də Azər olub. Azərdən bu Azərbaycan xalqıdır. Özü onun adı Azər olmub, Azərbaz olub. Azər bildik biz baz deməkdir. Baz bir kütləyə, böyük bir sayı olan əhaliyə deyər. Məsələn, indi bazar sözü ondandır. Nədəndir bazar ad qoyublar? Çünki çox adamlar var, ona görə bazar deyirlərdi. Yığnağı insanların. Azərbazdır demək Azərin milləti. Onun demək övladları, onun insanları, törəmələri. Azərbaycan buradan yaranıb. Bir gün deyirlər, xeyr, Azərbaycan olmub. Necə olmub? Tarixlərdə var bu Azərbaycan.